Azərbaycan Kuboku geride qalan mərhələlərdəki mübarizəsi həqiqətən də gərginliyi ilə yadda qaldıq. Xüsusilə yarım final mərhələsini yada sala bilərik. Hər iki komanda sabah Neftçi ilə duellərdə, Qarabağ Araz Naxçıvanla maçlarda çox çətin oyunların nəticəsində finala vəsiqə qazanmağı bacardılar. Və sözsüz ki, burada çıxış edən hər bir komanda qələbə qazanmaq uğrunda, sonda Kuboku başı üzərinə qaldırmaq uğrunda mübarizə aparır. Qarabağ favorit görünə bilər. Əlbəttə ki, Qarabağ son illərin Azərbaycan futbolunun hegemonudur və hər bir maçda favorit sayılır deyə bilərik. Amma bu bir oyundan ibarət dueldə, bir oyundan ibarət qarşıdurmada 1.90 dəqiqədə və ola bilsin 120 dəqiqədə hər şey baş verə bilər. Və sözsüz ki, biz bu mövsüm bu komandalar arasında keçirilən, Premyer Liga çərçivəsində keçirilən maçları da xatırlamalıyıq və son 3 maçda heç şeyin qeydə alındığını görə bilərik. Və tamaşaçılar, artıq açılış mərasimi başlayır Mehdi Hüseynzadə stadionunda və Dərviş Bənd qrupu meydana dəvət olundu. Bir qədər sonra onlar öz mahnıları ilə tamaşaçıların zövqünü oxşamağa çalışacaqlar. Həm yeni mahnıları ilə, həm retro mahnılara yeni nəfəs verməklə bir çoxlarının zövqünü oxşayan qrup öz çıxışını indi təqdim edəcək və bununla da çox rəngarəng, əvvəlcədən deyim, çox rəngarəng və zəngin proqram başlayacaq.
növbəti mahnımızı sizlərlə birlikdə oxuyacağıq. Biz bilirik ki, bu mahnının sözlərini siz hər biriniz əzbər bilirsiniz. Bir-bir bütün sektorlara yaxınlaşacağım. Sonda isə nəqarəti birlikdə oxuyacağıq. Buyurun, sizlər üçün. Əllərinizi görək dostlar. İstersen bu canımı al yine sana kurban. Sen müşfikin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban. Gelmiş huzuruna bir kara dağlı, bir kara dağlı. Bir kara bulundur kolları bağlı, kolları bağlı. Gelmiş huzuruna bir kara dağlı, bir kara dağlı. Bir kara bulundur kolları bağlı, kolları bağlı. Gel çekmesine sen icran dağı, gümüş topuğunda kal sana kurban. Gel çekmesine sen icran dağı, gümüş topuğunda kal sana kurban. Sen müşfikin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban. Sen müşfikin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban. Dostlar, birlikdə oxuyuruq. Sen müşfikin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban. Sen müşfikin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban. Sen müşfikin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban. Sen müşfikin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban. Sen müşfikin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban. Sen müşfikin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban. Teşekkürler. İndi isə sözü Ayten xanıma verəcək.
verərmiş sevən sevənə. Gözəlim ürəkdən bağlıyam sənə. Əziyyət verərmiş sevən sevənə. Yandırdın qəlbimi yaman, ey qaşları kaman, məni dərdə salan. Yar, sənsiz yaşaya bilmərəm, ey sevgili canım, gəl eşqimə inan. Səni görməyən də fənadır halım. İntizarda qoyma, gəl qadan alım. Səni görməyən də fənadır halım. İntizarda qoyma, gəl qadan alım. Yandırdın qəlbimi yaman, ey qaşları kaman, məni dərdə salan. Yar, sənsiz yaşaya bilmərəm, ey sevgili canan, gəl eşqimə inan. Yandırdın qəlbimi yaman, ey qaşları kaman, məni dərdə salan. Yar, sənsiz yaşaya bilmərəm, ey sevgili canan, gəl eşqimə inan. Yandırdın qəlbimi yaman, ey qaşları kaman, məni dərdə salan. Yar, sənsiz yaşaya bilmərəm, ey sevgili canan, gəl eşqimə inan. Yandırdın qəlbimi yaman, ey qaşları kaman, məni dərdə salan. Yar, sənsiz yaşaya bilmərəm, ey sevgili canan.
Dostlar, davam edirik sizinle. Dodağına gülüş konum, gülüşüne koşulmuşam, gülüşüne koşulmuşam, gülüşüne koşulmuşam, koşulmuşam. Ne bir güzse ne bir keder, ömür günü hoş olmuşam, ömür günü hoş olmuşam, ömür günü hoş olmuşam, hoş olmuşam. Gönlüm qəmin eyler, dilim nəğmələr söyler, təki mənə bircə kəlmə sevirəm de. Gönlüm qəmin eyler, dilim nəğmələr söyler, təki mənə bircə kəlmə sevirəm de. Yandırdı kalbimi bakışlar yine sevgilim, bakışlar dünyanı bakışlar mənə sevgilim. Ayrılık yaman çətin, üzür beni həsrətin, gəl ruhumu sade. Gönlüm qəmin eylər, dilim nəğmələr söylər, təki mənə bircə kəlmə sevirəm de. Gönlüm qəmin eylər, dilim nəğmələr söylər, təki mənə bircə kəlmə sevirəm de. Kara gözler alır canım, o gözlere vurulmuşam, o gözlere vurulmuşam, o gözlere vurulmuşam, vurulmuşam. İnan her gün aran senin, eşkinle odlanmışam, eşkinle odlanmışam, eşkinle odlanmışam, odlanmışam. Gönlüm qəmin eyler, dilim nəğmələr söyler, təki mənə bircə kəlmə sevirəm de. Gönlüm qəmin eyler, dilim nəğmələr söyler, təki mənə bircə kəlmə sevirəm de. Gönlüm qəmin eyler, dilim nəğmələr söyler, təki mənə bircə kəlmə sevirəm de. Gönlüm qəmin eyler, dilim nəğmələr söyler, təki mənə bircə kəlmə sevirəm de. Teşekkürler. Değerli dostlar, indi ise yanımıza her birinizin tanıdığı Vagif Nağıyevi dəvət edirəm. Onunla birlikdə sizlər üçün gözəl nəğmələr təqdim edəcək. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Türkmenistan, Özbekistan deyip durmuşlar. Türkmenistan, Özbekistan deyip durmuşlar. Ana yurdum Türkistan'ı bölüp koymuşlar. Ana yurdum Türkistan'ı bölüp koymuşlar. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. İnanmayın, aldanmayın ey Türk yiğitler.
İnanmayın, aldanmayın ey Türk yiğitler. 40 əsirlik tarixə sahip olan Türkler, 40 əsirlik tarixə sahip olan Türkler. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak onlar bir soydur. Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Türkistan, Kafkazistan ey güzel yurdumuz. Türkistan, Kafkazistan ey güzel yurdumuz. Sana kurban olayım ben ana yurdumuz. Sana kurban olayım ben ana yurdumuz. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Bu mahnının sözlerin her birimiz ezber bilirik. Gelin birlikte okuyaq. Kardeşlik dünyasısan, anamın anasısan Azerbaycan. Ömrümün mənasısan, kardeşlik dünyasısan, anamın anasısan Azerbaycan. Bağrını yurdum Azerbaycan. Zaferim, çağlayan Kürk Xəzərim, güneşli al seherim Azerbaycan. Sen eşkim zaferim, çağlayan Kürk Xəzərim, güneşli al seherim Azerbaycan. Şanlı torpaq Azerbaycan, gəl qucaqlaşaq Azerbaycan. Qəlbimə gəl qulaq as, eşqin sənin bahar yaz, qanadındır Kür Araz Azerbaycan. Sen eşkin seferim, çağlayan Kür Xəzərim, güneşli al sərim Azerbaycan. Demir yumruqları qaldıraq. Ey əziz anam, Əziz dostlar,
75 il Savaşçılar əvvəl Azərbaycan Sumqayıt Kubokunun şəhəri final yeni qurulduğu oyununun açılış mərasimində çox rəngarəng musiqili proqram davam edir və hətta xüsusi bir hədiyyə var. Sumqayıtlı azarkeşlər üçün belə ki, Sumqayıt şəhəri yeni qurulduğu dönəmlərdə 1950-ci ildə Nəsib Cəfəroğlu'nun sözlərinə bəstəkar Səyid Rüstəmovun yazdığı məşhur Sumqayıt mahnısı bu şəhərin demək olar ki, himninə çevrilmişdi. Və bugün Peşəkar Futbol Liqasının təşəbbüsü ilə Dərviş Bənd qrupu bu mahnının yeni versiyasını təqdim edəcək. Məhz bu tədbirçi xüsusi olaraq bu mahnı ilk dəfə səslənəcək. Sumqayıt mahnısı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda. Canlanır her karış çöl Sumqayıtda, xaliqələr yaradır el Sumqayıtda. Canlanır her karış çöl Sumqayıtda, xaliqələr yaradır el Sumqayıtda. Toy yatır zavodlar, səslənir zəfər, axır bol metaldan sel Sumqayıtda. Canlanır her karış çöl Sumqayıtda, xaliqələr yaradır el Sumqayıtda. Canlanır her karış çöl Sumqayıtda, xaliqələr yaradır el Sumqayıtda. Ne güzel şehirdir, hoştur bakışı, Bakıya kardeştir, durum yanaşır. Ne güzel şehirdir, hoştur bakışı, durum yanaşır. Şöhreti, kudreti, dillere dastan, onunla fehredir mert Azerbaycan. Canlanır her karış çöl Sumqayıtda, xaliqələr yaradır el Sumqayıtda. Canlanır her karış çöl Sumqayıtda, xaliqələr yaradır el Sumqayıtda. Baktıkça her yana qəlbə xoş gəlir, Saadət nəğməsi göyə yüksəlir. Baktıkça her yana qəlbə xoş gəlir, Saadət nəğməsi göyə yüksəlir. Bu gözəl şəhərin, bu gözəl yerin, koymuş təməlini qəhrəman elin. Canlanır her karış çöl Sumqayıtda, xaliqələr yaradır el Sumqayıtda. Canlanır her karış çöl Sumqayıtda, xaliqələr yaradır el Sumqayıtda. Canlanır her karış çöl Sumqayıtda, xaliqələr yaradır el Sumqayıtda. Canlanır her karış çöl Sumqayıtda, xaliqələr yaradır el Sumqayıtda. Möhtəşəm ifaya görə gür alqışlarınız əziz futbol həvəskarları. Və Sumqayıt Əminəm ki, şəhər bu stadionunda ifa, bu azarkeşlər Sumqayıt mahnısının yeni versiyasını dinlədilər. Dərviş Bənd qrupunun və eyni zamanda Vagif Nağıyevin ifasında. Açılış mərasimi davam edəcək və siz hazırda Sumqayıt şəhər stadionu Mehdi Hüseynzadə adına stadionun ümumi görüntüsünü görürsünüz. Yavaş-yavaş azarkeşlər tribunaları doldururlar. Bugün bütün biletlər bu maça satılıb. Maraq çox böyüdü və əlbəttə ki, televiziya tamaşaçılarının sayı arenadakı tamaşaçılardan da qat-qat çoxdur. Və CBC Sport bu tamaşaçılar üçün xüsusi bir yayım hazırlayıb. Bugün nə az nə çox düz 15 kamera ilə oyun çəkiləcək və yayımlanacaq. Onlardan biri bəlkə də artıq izlədiniz, bəlkə də bunu gördünüz. Drone kameradır və onun da təqdim etdiyi gözəl görüntüləri oyun ərzində dəfələrlə izləmə imkanımız olacaq. Yəni, hər tərəfli şəkildə tam olaraq heç bir xırda detalı qaçırmadan bu oyunun həyəcanını hətta öz evinizdə və istənilən başqa bir məkanda yaşaya bilərsiniz. Sanki stadionda olduğu kimi.
10.000-ə yaxın tamaşa tutumuna malikdir. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və bütün biletlər daha öncə qeyd etdiyim kimi satılıb. Bu stadion yenidən qurmadan sonra, təmirdən sonra ilk dəfə ölkə daxilində bu səviyyədə bir oyunu qəbul edəcək. Ümumilikdə isə bu Sumqayıtda keçiriləcək 3-cü final oyunudur. Və bu da Sumqayıt şəhəri üçün, Sumqayıt futbolu üçün xüsusi əlamətdar bir hadisədir. Bu açılış mərasimində də sürprizlər bununla bitmir. Əvvəlcədən bir anons verim ki, Azərbaycan idmanının fəxirləri, Sumqayıtın təmsilçilərindən ikisini bugün tamaşaçılar və azarkeşlər görəcəklər. Bizim idmanımızın ən məşhur simalarından biri, 2 qat Paralimpiya oyunlarının qızıl medalçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş İlham Zəkiyev də bugün açılış mərasimində iştirak edəcək və məhz o kuboku bugün meydana çıxaracaq. İki komandanın, Qarabağ və Sabahın uğrunda mübarizə aparacağı kuboku titulu məhz dəfələrlə müxtəlif yarışlarda qızıl medalı boynuna taxmış İlham və digər əyyarlı medalları boynuna taxmış İlham Zəkiyev çıxaracaq. Eyni zamanda topa ilk toxunuşu, ilk rəmzi toxunuşu Azərbaycan futbolunun ən məşhur simalarından biri, müstəqillik dövrünün ən uğurlu futbolçularından biri Nazim Süleymanov edəcək. AFFA və Peşəkar Futbol Liqası eyni ilə bizim telekanal kimi bu final oyununa xüsusi hazırlıq görüb və tamaşaçılar mənə gəlir ki, tam olaraq artıq bu final oyundan zövq almağa başlayıblar. Final oyunu bir futbol tədbirindən daha böyük bir hadisədir və bu açılış mərasimi də oyun ətrafında yaşananlar da həmin o həyəcanda bunu deməyə əsas verir. Və bugün biz Qarabağ və Sabah komandalarının duelini izləyəcəyik və mən əminəm ki, nəticədən asılı olmayaraq biz 90 və ola bilsin 120 dəqiqə ərzində çox gözəl mübarizənin şahidi olacağıq. Bu komandalar arasında son mövsümlərdə xüsusi prinsipiallıq yaranıb və biz maçları nəticələrinə baxanda da bunu görürük. Bu mövsüm komandaları turnir cədvəlində, Misir Premyer Liqasının turnir cədvəlində çox böyük xal fərqi komandalar arasında olsa da, kollektivlərin şəxsi görüşlərində 4 oyunun 4-ündə də çox maraqlı gərgin mübarizənin şahidi olub tamaşaçılar. 3 oyun heç-heçə ilə bitib, bir oyunda isə Qarabağ qələbə qazanıb, amma həmin maçda belə 5 golun şahidi olduğu azarkeşlər eyni zamanda son dəqiqələrə qədər intriqanın və gərginliyini gördülər oyunda. Şübhə yoxdur ki, bugün də Sabah tarixində ilk dəfə kubokun finalına çıxan bu kollektiv, bu klub bugün tarixinin ən yaxşı oyunlarından birini keçirməyə çalışacaq. Qarabağ isə növbəti dəfə qızıl dublə imza atmaq istəyir. Qarabağın tarixində artıq 5 dəfə belə bir hal yaşanıb və onlar ardıcıl ikinci mövsüm bunu etməyə çalışacaqlar. Və tamaşaçılar, siz hal-hazırda arenaya daxil olan uşaqları görürsünüz və onların sayı belə bu tədbirdə xüsusi rəmzi məna daşıyır. 34 uşaq 34 fərqli klubun şərfi ilə arenaya çıxıb. Bu mövsüm Azərbaycan kubokunda iştirak edən bütün komandaların şərfləridir. Bütün müxtəlif bölgələri təmsil edən müxtəlif komandalar bugün məhz kubokun finalında, açılış mərasimində məhz belə təmsil olunurlar. Bu həqiqətən də çox gözəl bir təşəbbüsdür, çox gözəl bir addımdır. Çünki bu kubokun, bu xüsusilə son 2 mövsümdə çox rəngarəng keçən kubok yarışının hər bir iştirakçısı əlbəttə ki, önəmlidir. Mübarizənin ədalətli keçməsi, mübarizənin maraqlı keçməsində hər bir iştirakçının xüsusi bir rolu, xüsusi bir payı var və məsələ təkcə finalçılarda deyil. İlk mərhələdən yarım finala qədər bütün iştirakçılar bu mübarizəyə rəng qatıblar, bu şübhəsizdir.
side as the dust flies. Watch it burn. Don't waste time on feeling. Use your passion. No return. Hold me in your heart tonight in the magic of the dark moonlight. Save me from this empty fight. In the game of life, like a poem said by a lady in red, you hear the last few words of your life. With a haunting glance, now you're both in a trance. It's time to cast your spell on the night. Abracadabra, amor, una, na. Abracadabra, orna, ugaga. Abracadabra, abra, una, na. In her tongue she said, death or love tonight. Abracadabra, amor, una, na. Abracadabra, orna, ugaga. Abracadabra, abra, una, na. In her tongue she said, death or love tonight. Neurodance Rex grubunun çıxışını izlədik. Onlar da bu açılış mərasimində xüsusi rəng qatdılar. Daha sonra biz uşaqların çıxışını görəcəyik. Bir düzəliş edin, bu Neurodance Rex qrupu idi. O qədər zəngindir ki, bu açılış mərasimi proqramı bəzi detalları hətta qarışdıra bilirik. Amma vacib olan odur ki, məhz açılış mərasimi həqiqətən də kubokun final oyununa xüsusi rəng qatır. Artıq həyəcanı artırır azarkeşlərdə. Əminəm ki, bu belədir. Və hər bir detal xüsusi məna daşıyır. Daha öncə dediyim kimi, məhz 34 rəqqas iştirak edirdi bu çıxışda. Bu da kubok yarışında bu mövsüm iştirak edən komandaların sayı ilə bağlıdır birbaşa. Və biz bayraqları görürük artıq arenada, meydanda Azərbaycan bayrağı və eyni zamanda iştirakçı komandaların bayraqları Qarabağ və Sabah. Və növbəti çıxış İnci rəqs qrupu da öz çıxışını təqdim edir. Mehdi Hüseyzadə adına Sumqayıt şəhər stadionunda.
o X qrupunu həqiqətən də çox gözəl çıxmışlar. Biz bu çıxış ərzində həm milli rəqsin, həm milli musiqinin, bir sözlə milli kolorit elementlərini şahid olduq. Eyni zamanda futbol elementlərini gördük. Həmçinin bədii gimnastika elementlərini. Çox rəngarəng bir çıxış oldu. Ümumən geridə qalan dəqiqələr ərzində bu açılış mərasimində çox gözəl çıxışların şahid oluruq və bu da hətta son deyil. Açığı bundan sonra, belə deyim, futbolçuların bu tədbirin bu səviyyədə qalması üçün çox çalışması lazımdır. Amma əminəm ki, futbolçular da, komandalar da, əsl qəhrəmanlar, məhz bugünkü tədbirin əsl qəhrəmanları da bugün gözəl bir tamaşa, futbol tamaşası təqdim edəcəklər tamaşaçılara, azarkeşlərə. Çünki bu titul uğrundan mübarizədir, bu kubok uğrundan mübarizədir, başqa cür ola da bilməz. Və komandaların atributları, klubların atributları, klubların logoları meydana çıxarılır. Qarabağ və Sabah klubları. Belə bir açılış mərasimindən sonra, əgər kimsə unutmayıbsa, o da ola bilər. Bugün məhz finalda mübarizə aparacaqlar. Azərbaycan Kubokunun logosunu da görürük meydanda. Sumqayıt şəhərinin və ilk növbədə Mehdi Hüseynzadə adına stadionun ümumi görüntüsünü görürsünüz ekranlarınızda. Maksimum şəkildə yayımı rəngarəng etmək üçün biz hər cür imkanımızı səfərbər etmişik telekanal olaraq və ümid edirəm ki, siz artıq bu dəqiqələr ərzində buna qədər açılış mərasimini izləyərkən artıq maksimum zövq almağı bacardınız. Və kubok indi meydana çıxarılacaq. Kuboku meydana çıxaracaq Azərbaycanın fəxri. 2 qat Paralimpiya oyunlarının qızıl medalçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş parajudoçumuz İlham Zəkiyev dəvət olunur. Məhz o kuboku, məhz əsas titulu, əsas mükafatı meydana çıxarır. Kuboku azarkeşlər təqdim edir İlham Zəkiyev. Daha bir gözəl səhnə, gözəl bir mənzərə Kubokun final oyunu öncəsi. Azarkeşlər də artıq aktiv azarkeş qruplarda öz yerlərini tutublar tribunalarda. Çox gözəl addım, çox gözəl təşəbbüs Azərbaycanın və Sumqayıtın fəxri İlham Zəkiyev Kuboku meydana çıxartdı. Və bir qədər sonra biz artıq futbolçuları meydanda görəcəyik. Budur artıq dəhlizdə, onlar öz yerlərini tutublar. Onlar da əminəm ki, çox həyəcanlıdırlar bu final oyunu öncəsi. İstənilən ab-hava da, atmosfer də, arenada yaşananlar da, futbolçuları da sirayət edir. Peşəkar Futbol Liqasının himninin sədaları altında oyunun iştirakçıları meydana çıxırlar. Və xüsusi performans Sabah azarkeşlərindən ekranlarınızda da hazırda. Believe, inan var Sabah azarkeşlərində ki, bugün onların sevimli komandaları tarixlərində ilk titulunu qazana biləcək. Və daha bir sürpriz tamaşaçılar üçün, daha öncə qeyd etdiyim kimi, Peşəkar Futbol Liqası bu sürprizi hazırlayıb. Sabah Dünya Uşaqların Müdafiəsi günüdür və uşaqları da unutmayıb Peşəkar Futbol Liqası. Azərbaycan Kubokunda təmsil olunan bütün regionların hər birində bizim övladlarımız tərəfindən dövlət himni ifa olunur. Həmin uşaqların hər biri bir komandanı təmsil edir və onlar hal-hazırda məhz monitorda təqdim olunacaq. Onlar Azərbaycan dövlət himnini səsləndirəcəklər. Azərbaycan Respublikasının dövlət himni səslənir. Şanlı vətəni səndən ötrü can verməyə cür
yaşa. Üç renkli bayrağınla mesut yaşa. Binlerle can kurban oldu, sinen harbe meydan oldu. Hüququndan geçen asker her bir kahraman oldu. Sen olasan Gülistan, sənə hər an can qurban. Sənə min bir məhəbbət, sinəndə tutmuş məkan. Namusunu hifz etməyə, bayrağını yüksəltməyə. Namusunu hifz etməyə, cümlə gənclər müştaqdır. Şanlı vətən, şanlı vətən, Azərbaycan, 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 Möhtəşəm görüntülərin, möhtəşəm mənzərənin şahidi olduğu həqiqətən də həyəcanlanmamaq mümkün deyil. Futbolçuların nə qədər motivasiya aldığını başa düşmək belə çətindir indiki durumda. Daha öncə dediyim kimi futbolçular indi bu səviyyəni qorumaq üçün çox çalışması lazımdır. Məsuliyyət bir qədər də artır onların üzərində belə bir açılışdan sonra. Və gəlin artıq